Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü keçirilən buraxılış suallarının izahını verəcəm. Başlayaq 57-ci sualdan. Demək, düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? İlkin versiyada düzbucaqlımızın sahəsi A, B şəklində hesablanır. Bu ilk düzbucaqlının sahəsidir. Uzunluğunu 40% azaldırıq. Düzbucaqlının uzunluğu A idi, məsəl üçün. Onu 40% azaltsaq, olacaq 0,6 A şəklində. Enini isə 20% azaldırıq. Enini 20% azaltdıqda isə olacaq 0,8 B şəklində. 0,6 0,8 verəcək bizə 0,48 AB. İlkin versiyada sahə 1AB idi, sonra 0,48 AB oldusa, demək ki, bu 52% azalıb. Yəni doğru cavab A variantı. Növbəti 58-ci sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi A kubu düsturu ilə hesablanır. Burada A tildir. Bir tili 2 dəfə azaldırıqsa, həcm, yəni 2-nin kubu 8 dəfə azalacaq. Doğru cavab A variantı. 59-cu sual. 59. Deyir ki, AOB açıq bucaq. Buradakı açıq bucağı götürürəm. A, mərkəz O, B. Demək, C bucağı, C hissəsi, bu da D şüası. Burası bucaq verilib, demək, burada 90 dərəcədir. Deyir ki, AOB açıq bucağı CO AB-yə perpendikulyardır. Tamam, o zaman bura 90 dərəcədir. DOC bucağı 25 dərəcədir. AOD bucağının dərəcə ölçüsünü soruşur. Çox sadə bir sualdır. Əgər COB bucağı 90 dərəcədirsə, demək ki, COA bucağı da 90 dərəcə, çünki bütöv açıq bucaqdır, 180-ə tamamlanmalıdır. Bu bucaq 90 dərəcə olmalı olduğuna görə, bucaq AOD-nin dərəcə ölçüsünü tapmaq üçün 90-dan çıxacam 25-i, bu da verəcək bizə 65 dərəcəni, yəni C variantı. Keçək növbəti sualımıza. 60-cı sual. 60-cı sualda rasional kəsirlərə aid bir nümunədir. M kvadrat minus 5n minus mn plus 5m böl 25 minus m-in kvadratı bərabərdir. Deməli, surətdəki ifadələrdə qruplaşma aparıram. M kvadratla m-ni qruplaşdırıram. Oradan m-i çıxardıram mötərizə xaricinə. Qalır m minus n. Bu iki ifadəni birlikdə qruplaşdırıb, oradan 5-i çıxardıram mötərizə xaricinə, qalır m minus n. M minus n. Aşağı ifadə müxtəsər vurma düsturudur. 5 minus m və 5 plus m kimi vuruqlara ayırırıq. Bərabərdir. M minus n, m minus n. Ortaq vuruq kimi çölə çıxardırıq. Qalır m plus 5. Məxrəcdə 5 minus m vurulsun 5 plus m. Bu vuruqlar ortaq olduğuna görə ixtisar gedir. Surətdə m minus n, məxrəcdə isə 5 minus m qalır. Bu da verir bizə doğru cavab B variantı. Keçək növbəti sualımıza. Bu 60-cı sual. 61-ci sualımız. Deməli, 61-ci sualımız çox sadə bir tənlikdir. 3 vurulsun x minus 2 bərabərdir 6 tənliyini həll eləyin. X minus 2 bərabərdir 6-nı bölürəm 3-ə verir bizə 2 qiymətini. X də bərabərdir 4-ə. X bərabər 4 C variantı. Keçək 62-ci sualımıza. Sistem tənlikdir. 2x plus y bərabərdir 0. X minus y bərabərdir 6. Deyir ki, tənliklər sistemindən x-i tapın. Toplama üsulundan istifadə eləyərək y-lər burada islah aparırıq. 2x ilə x-i toplayırıq 3x. 0 ilə 6-nı toplayırıq 6. X tapırıq buradan 2. Doğru cavab olur B variantı. Növbəti sual 63-cü sual. Sualda verilir hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir. A variantında verilib 6 0 nöqtəsi. Baxaq. X-in yerinə 6 qoysaq, mənfi 2-ni 6-ya mənfi 12, mənfi 12-nin üstünə 6 gələndə mənfi 6 eləyir. Üzərində deyil. B variantına baxsaq, B variantında 4, 9. Qoyuruq x-in yerinə mənfi 2-ni 4-ə mənfi 8, mənfi 8-in üstünə 6 gələndə mənfi 2 verir, amma burada 9 yazılıb. Doğru deyil. Doğru variant burada D variantı olacaq. Mənfi 5, 16. Diqqət eləsək, x-in yerinə mənfi 5 qoyanda olur mənfi 2-ni mənfi 5-ə. Belə yazaq da, mənfi 2 vurulsun mənfi 5 plus 6. 2 mənfini bir-birinə vuranda müsbət verir bizə 10-u. Onun üstünə də 6 gələndə cavabımız olacaq 16. Doğru cavab D variantı.
64-cü suala baxaq. Natural ədədlərdən çox sadə bir sual. Əkub 18, 36 plus əbob 10, 11 cəmini hesablayın. 18 və 36. Əgər biri digərinə bölünən 2 ədəd verilibsə, onların əkubu böyük ədədə bərabər olacaq, yəni 36. Qarşılıqlı sadə ədədlər verilibsə, onların əbubu 1-ə bərabər olacaq. 1, 36 plus 1 verir bizə 37 qiymətini, yəni doğru cavab Y variantı. Keçək növbəti suala. Bu 64 idi. 65-ci sual. 65-ci sualda nə verilib baxaq. Demək bir tənasübdür. 5-də x bərabərdir 21-də, daha doğrusu 15-də 21-ə. Adi tənasüb qaydası çarpaz vurmaqla 5-i 21-ə, x-i 15-ə. Yəni 15 x bərabər olur 5 vur 21. X-i də tapmaqdan ötürü 5 vur 21 hasilini bölməliyəm 15-ə. İxtisar gedir. Burada qalır 3, burada qalır 1. 21-i də 3-ə böləndə verir bizə 7 cavabını. Yəni doğru cavab C variantı. 66-cı sual. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Ehtimal əlverişli halı bölməliyəm mümkün halların sayına. Mümkün hal ilk 10 natural ədəd 10 dənədir. 1-dən 10-a kimi. Əlverişli hallar isə deyir birinin sadə ədəd olması. Sadə ədəd 2-dir, 3-dür, 5-dir və 7-dir. Və burada 4 dənə sadə ədəd var. Ehtimalımız olur 10-da 4. 10-da 4-ü də ixtisar edirik, verir bizə 5-də 2 qiymətini. Yəni doğru cavab Y variantı. Keçid alırıq 67-ci suala. 67-ci sualda demək bir dənə çevrə çəkilib. Çevrəni çəkək. Belə bir şəklimiz var. Daha sonra burası olsun çevrəmizin mərkəzi. Mərkəzi ilə birləşdiririk. Bura B, bura C verilib, burada A verilib. Deyir ki, ABO bucağı, yəni söhbət bu bucaqdan gedir. Burası da O nöqtəsidir. 22 dərəcə, 22. ACO bucağı, burası 28 dərəcə. BAC bucağını tapın. BAC söhbət buradakı bucaqdan gedir. Mən buradakı bucağa bir dənə x desəm, o zaman qövsümüzün dərəcə ölçüsü olacaq 2x. BOC bucağının dərəcə ölçüsü də olacaq. Elə qövsün qarşısında 2x. Çünki mərkəzi bucaqdır bu. Birləşdiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Biz də həmişə mən təkrar eləyirdim ki, bumerang şəklində olan üçbucağın qaydası necə idi? İçəridəkilərin cəmi çöldəkinə bərabər idi. Yəni 2x bərabərdir. X plus 22 plus 28. X keçir 2x-in yanına. 2x-dan x-i çıxıram. X bərabərdir. 22 ilə 28-i toplayıram. Bu da verir bizə 50 dərəcəni. Bu da oldu 67-ci sualımız. 50 dərəcə doğru cavab A variantı. Keçək növbəti sualımız. Neçənci sual idi bu? 67, 68-ci sual. Tərəfi 12 sm olan kvadratın perimetri çox rahat bir sualdır. Kvadratın perimetri 4A düsturu ilə hesablanır. Tərəf 12-dirsə A-mız 12-dir. 4 vur 12 verir bizə 48 qiymətini. Doğru cavab D variantı. 69-cu suala keçid alaq. 69. Deməli, sualda nə verilib? 56 vur -15 bölünsün 14 vur, 14 vurulsun demək 22 çıx 5 vur 10. İfadənin qiymətini hesablamaq tələb olunur. 56 ilə 14 ixtisar gedir. Qalır burada 4, burada qalır 1. 5-i 10-a vuranda 50, 20-dən 50 çıxanda -30. 4 vurulsun -15. Aşağıda -30 elədi. -30 ilə -15 ixtisar gedir. Burada 2, burada 1. 4-ü də 2-yə böləndə verir bizə 2 cavabını. 2 də Y variantındadır. Doğru cavab Y. Keçid alaq növbəti 70-ci sual. Demək, 70-də nə qeyd olunub? C, x plus y minus D, x plus y. Çoxhədlini vuruqlara ayırmaq tələb olunur. X plus y, x plus y. Hər ikisi ortaq vuruqdur. Ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. Mötərizənin içərisində nə qalır? C, burada da minus D. Bu şəkildə, yəni x plus y, c minus d. Hansı variantda verilib bu? X plus y, c minus d. A variantı. Doğru cavab A variantı. Növbəti 71-ci sualımız. A çoxluğu bərabərdir. Elementləri 1, 2, 4, 5, 6. B çoxluğunun elementləri
0, 1, 2, 3 və 5. C çoxluğunun elementləri isə 0, 1, 3 və 6. Deyir ki, A kəsişir B minus C. Bunu tapmaq lazımdır. İlk olaraq A ilə B-nin kəsişməsi. Kəsişmə nədir? Ortaq olan elementlər. 1, 1. Hər ikisində 1 var. 2, 2. Hər ikisində 2 var. Daha sonra başqa ortaq var. Aha, 5, 5. Deməli, kəsişmədəki elementlər hansılardır? 1, 2 və 5. Bu elementlərdən C-ni çıxardırıq. Bununla C çoxluğunun ortağı 1-dir. Deməli, bir dənə 1-i çıxardırıq buradan. Geriyə qalır çoxluğumuz 2 və 5. 2 və 5 doğru cavab B variantı. Oldu 71-ci sualımız. Keçərək 72-ci sualımıza. Demək, AB xətt plus BA xətt bərabərdir. Burada neçə yazılıb? 88 A minus B şərtini ödəyən iki rəqəmli AB ədədini tapın. Nə edirik? Deməli, AB və BA, AB-nin açılışı 10A plus B, BA-nın açılışı 10B plus A şəklində bərabərdir 88A minus 88B. 10A 1A, 11A plus 10B, 1B, 11B bərabərdir. Bunu açmasaydıq daha yaxşı olardı. Amma eybi yox. 88A minus 88B. Hər tərəfi 11-ə ixtisar aparanda A plus B bərabər olur. 8A minus 8B-yə. A-nı 8A-nın yanına keçirdirik 7A. 8B-ni B-nin yanına keçirdirik 9B. Burada nə deyir? AB rəqəmini tapın. A-nın yerinə yazıram 9. B-nin yerinə yazıram 7. Olur 97. Yəni ədədimiz olacaqdır 97 şəklində. 73-cü sual. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə deməli bir dənə koordinat sistemi üzərində koordinat sistemi çəkək. Təpələrindən biri koordinat başlanğıcında, biri burada. Digər təpəsi isə 8 mənfi 8 nöqtəsində olan. 8 mənfi 8. Tutaq ki, 8 buradır. Mənfi 8 də buradır. 8 mənfi 8 nöqtəsi olacaq bu. Deyir ki, kvadratın sahəsini tapın. Kvadrat təbii ki, bu şəkildə olacaq. 8 mənfi 8 nöqtəsi isə bura mənfi 8, bura 8. Yəni buradan bura qədər 8, 8, 8 və 8. Kvadratın hər tərəfi 8 olacağına görə sahə də S bərabərdir A kvadrat, yəni 8-in kvadrat verir bizə 64 cavabını. Yəni cavabımız olur 64. Keçək 74-cü suala. Demək, 74-cü sualda 2 vurulsun, mötərizə içərisində 2 tam %85-in kvadratı bölünsün 2 plus 7 tam %15-in kvadratı bölünsün 2 plus, deməli 2 tam %85 vurulsun 7 tam %15. Fikir versəz, 2-ni mötərizənin içərisindəki hər bir ifadəyə ayrı-ayrı vursaq, 2-ni birinci ifadəyə vuranda 2-lər ixtisar gedir. Qalır 2 tam %85-in kvadratı. Plus 7 tam %15-in kvadratı plus bu ifadəni 2-yə vuracam. 2 vurulsun 2 tam %85 vurulsun 7 tam %15 bərabərdir. Bu ifadə də müxtəsər vurma düsturudur. 2 tam %85 plus 7 tam %15-in mötərizə kənarı kvadratının açılışıdır. Verir bizə 10 cavabını, onun kvadratı da verir bizə 100 cavabını. Yəni cavabımız olur 100. Baxaq 75-ci suala. Deməli, 75-ci sual belədir. X, Y, Z natural ədədləri üçün x, Y hasili, x vur Y hasili 6 verilib. Y vur Z hasili 18 verilib. Bizə deyir ki, x plus Y plus Z cəminin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət. Bunun üçün Y ortaqdır. Y-in ən böyük qiymətlərini götürsək, X üçün və Z üçün ən kiçik cavab alacağıq. Y-in ən böyük qiyməti, yəni 6 və 18 üçün ortaq olan ən böyük qiymət elə 6-nın özüdürsə, bu zaman X-imiz 1 olacaq. Çünki 1-i 6-ya vurduğumuz zaman 6 eləyir. Y-imiz 6 olan zaman Z-imiz olacaq 3. Çünki 6-nı 3-ə vuranda 18 eləyir. Deməli, X 1, Y 6, Z 3 verəcək bizə deməli 10 qiymətini. Cavabımız olur 10. Keçək 76-cı suala. LMN üçbucağının sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Söhbət bərabər tərəfli üçbucaqlardan gedir. Perimetri verilib. Bizim belə bir qaydamız var idi. Perimetr ABC, perimetr LMN,
Perimetrlər nədirsə, yəni perimetrlərin nisbətinin kvadratı sahələrin nisbətinin kvadratına bərabərdir. ABC bölünsün S, L, M, N. Deməli, ABC üçbucağının sahəsindən, elemen üçbucağının sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Bu, ABC-dən 16 dəfə böyükdür. O zaman ABC-nin elementin sahəsinə nisbəti 16-da 1 şəklində olacaq. Yazaq, 16-da 1. O zaman olacaq perimetr ABC bölünsün perimetr LMN bərabərdir 4-də 1-ə. Perimetr ABC 9-a bərabər olduğuna görə buradan 9 bölünsün perimetr LMN bərabərdir 1/4. Buradan da deməli perimetr LMN element üçbucağının perimetrini tapırıq 36 şəklində. Element üçbucağının tərəfi soruşulur. Bərabər tərəfli üçbucaqdan söhbət getdiyinə görə əgər perimetr 36-dırsa, 36-nı da bölürəm 3-ə, verir cavab 12 qiymətini. Yəni 76-cı sualımızın cavabı olur 12. Keçək 77-ci sualımıza. Deməli, x bərabərdir 5 minus 2 kök altında 6. Y bərabərdir 5 plus 2 kök altında 6. X, Y bölünsün, X plus Y ifadəsinin qiyməti soruşulur. X, Y, yəni bu ikisinin hasili. 5 minus 2 kök altında 6 ifadəsini 5 plus 2 kök altında 6-ya vursam, A minus B vur, A plus B müxtəsər vurma düsturuna əsasən verəcək bizə 5-in kvadratı çıxılsın 2 kök altında 6-nın kvadratı. Bunların cəmi 5 minus 2 kök altında 6 plus 5 plus 2 kök altında 6 bərabərdir. 5-in kvadratı 25, 2 kök altında 6-nın kvadratı 24. 5, 5 verir bizə 10, mənfi müsbət ifadələr gedir. 25-dən 24, 1, məxrəcdə də 10. Cavabımız 0,1 şəklində olur. Keçək ətraflı yazı tələb olunan tapşırıqlara, yəni 78-ci sualımız. Nə deyir bizə? 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Demək, birinci yeşikdə olan qəndin miqdarı x kiloqram olsun. İkinci yeşikdə olan qəndin miqdarı olsun, ümumilikdə 50 kiloqramdırsa olacaq 50 minus x şəklində. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən isə 2 kiloqram qənd götürülür. Və 6 gündən sonra bu miqdar bərabərləşir. X birinci yeşikdə olan qəndin miqdarıdır. 6 gün ərzində bu yeşikdən 18 kiloqram qənd götürülür. 50 minus x ikinci yeşikdə olan qəndin miqdarıdır. 6 gün ərzində buradan 12 kiloqram qənd götürülür və 6 günün sonunda burada qalan qəndlər bərabər olur. Deməli, tənliyimizi həll edirik. Mənfi x-i keçirdirik x-in yanına, olur bizə 2x bərabərdir. 50-dən 12 çıxırıq 38. 38-in üstünə də burada 18-i gəlirəmsə eləyəcək 56. 2x bərabər olacaq 56-ya, buradan da x bərabər olacaq 28. Bizə nə deyir? Daha doğrusu nə soruşur? Deyir ki, əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Birinci yeşikdə olan qəndin miqdarını x-la işarə elədiyimə görə, x-i da 28 tapıramsa, demək birinci yeşikdə 28 kiloqram qənd var imiş. 79. Keçək 79-cu suala. Deməli, 79. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Deməli, 12 qəpiyə alıb bir şarı 15 qəpiyə satırsa, bu hər şardan 3 qəpik qazanc əldə edib. Şarların sayı x-dırsa, qazancı 3x qədər olacaq. Amma 5 dənə şarda partlayıb. 5 dənə şar partlayıbsa, bu 60 qəpik itirir.
Çünki axı bir şarı 12 qəpiyə alıb. Yəni 3x minus 60 bərabər, daha doğrusu bərabərdir yox, 6 manatdan çox qazanc əldə edib. Böyükdür 6 manat, yəni 600 qəpik. 3x böyükdür 660, x da böyük olur 220-dən. Yəni 221. Çünki soruşur ki bizdən ən azı neçə şar alıb satmışdır? 221 dənə. Keçək 80-ci suala. Deyir ki, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük. Bir düzbucaqlı üçbucaq çəkirəm. Katetlərindən biri digərindən 2 sm böyükdürsə, bu katetə 2, bu katetə x plus 2 yazıram. Və deyir ki, hipotenuzdan isə 2 sm kiçikdir. O zaman hipotenuzumuz olacaq x plus 4. Deyir, bu üçbucağın hipotenuzunu tapın. Pifaqor teoremini tətbiq eləyək. X-in kvadratı plus x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratı. X kvadrat plus x kvadrat plus 4x plus 4 bərabərdir x kvadrat plus 8x plus 16. X kvadratlar gedir. Olur x kvadrat minus 4x, 8x gəlir 4x-in yanına. 16 gəlir 4-ün yanına. Minus 12 bərabərdir 0. Buradan x-in birinci və ikinci qiymətləri tapılır. Mənfi 2 və 6. Bizdən hipotenuz mənfi 2 və 6 Viet teoremi ilə tapılır. Yəni hasili mənfi 12, cəmi müsbət 4 olan ədədlər mənfi 2 ilə 6 olduğuna görə. X-in qiymətini 6 tapırıqsa, hipotenuzumuzun uzunluğu olacaq 10. Yəni x plus 4. Bu belə. Keçid alaq 81-ci sualımıza. Deməli, 81-ci sualda bizə bir üçbucaq, bir də yarım dairə verilib və burada yaranan fiqurun sahəsini soruşur bizdən. Bunu niyə belə çəkdik? Belə. Deməli, burası B, burası C, burası A, bu da çevrəmizin mərkəzi. Belə, burada O. Deyir ki, bu yarım dairənin, bu qövsün, yəni BC qövsünün uzunluğu 4π-dir. BC qövsdə yarım dairə olduğuna görə ümumi çevrənin uzunluğu 2π daxı. Amma yarım dairədə olacaq πr. πr bərabər olur 4π-yə. Buradan r-i tapıram 2. R 2 olarsa burada, daha doğrusu 4. R-i tapıram 4. Çünki π'lər ixtisar gedir. R 4 olur. Bura olur 4, burada olur 4. AB ilə AC bir-birinə bərabər. Demək ki, bu bərabər yanlı üçbucaqdır. O zaman bu AO xətti median olmaqla yanaşı eyni qaydada həm də hündürlükdür. Demək ki, mən bütöv bu fiqurun sahəsini tapmaq istəyirəmsə, yarım dairənin sahəsini tapmalıyam və üçbucağın sahəsini tapmalıyam. Yarım dairənin sahəsi πr kvadrat böl 2 düsturu ilə hesablanacaq. Yəni, pi vurulsun r-in kvadratı 16 böl 2 verir bizə 8π cavabını. Oldu 8π. 8π nədir? Bizim yarım dairəmizin sahəsi. Daha sonra gəlirik üçbucağın sahəsi. Üçbucağın da sahəsi S bərabərdir 2də 1 AH. 2də 1 vurulsun A, yəni oturacağımız 8. Hündürlüyümüz də ki verilmişdi. AO 6. 8 vur 6. Bu da verir bizə 24 qiymətini. Deməli, bizdən nə soruşurdu? Verilən fiqurun sahəsi. Fiqur da yarım dairə və üçbucaqdan təşkil olunduğuna görə ümumi fiqurun sahəsi S bərabər olacaq. Yarım dairə 8π. O fiqurda 24. Ümumi cavab olacaq 8π plus 24-də. Bu da oldu sonuncu sualımızın izahı.